Salam dəyərli izləyicilər, Prezident İlham Əliyevin məlum sərəncamı ilə az təminatlı ailələrə veriləcək 200 manat bir dəfəlik yardımı necə əldə eləmək olar? Hansı sənədlər lazımdır, kimlərə şamil ediləcək? Bununla bağlı bir vacib material diqqətinizə çatdıran videonu hər kəsdən paylaşıb burada üstə gəl işarəsinə bir dəfə toxuna bilərsiniz. Dəyərli izləyicilər, deməli ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək, yardımların alınması üçün hara müraciət eləmək lazımdır? Deputat Vüqar Bayramov bildirir ki, yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq. 200 manatlıq bir dəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardım alan şəxslərə şamil olunur. Bəs ünvanlı sosial yardıma müraciət eləyən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi sualına deputat belə cavab verib ki, 200 manatlıq bir dəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil edilir. Yəni, hələ ki müraciət eləmişsiniz, cavab verilməyibsə, sizə o 200 manat maddi yardım təyin edilmir.